Güllünün kızı katiliymiş. Güllünün de qanı yerdə qalmadı xalqın sayəsində. Neçə vaxtdır ancaq Güllünün hadisələrini istəyirəm. Güllünü həyatda görmüşəm. Bakıya gəlmişdi, bir ad günü vardı, Ayxanın ad günü. Ayxan orada Güllünü dəvət eləmişdi, qonaq kimi gəlmişdi, hamı kimi. Çılğın, nəşəli, çox adrenalin rəqslər, roman rəqslər falan. Maraqlı bir qadın idi. Qaynadı qarışdı bizə də, Allah rəhmət eləsin. Sonra mənə Ayxan dedi ki, bu güllü o güllü. O güllü bu güllü daha doğrusu. Demək, qızın qəddarlığını izləyirəm neçə gündür. Yəni, məncə evladlara, lap evladıma vaxtım yoxdur da, tutaq ki, tərbiyəsinə. Yəni, bu genetikdir də, bu qəddarlıq. Görən bu uşaq kimi oxşuyub. Bu qədər tərbiyəsizlik. Valla elə uşaqlar var, yiyəsiz böyüyür, tərbiyəsiz deyil. Bu qədər, sən get, xəstəxanada çalış, xəstə öləndən sonra morqa təhvil vermək əvəzinə bunun nədir, elektroşok qoy ölünün üstünə, titrət, oyna, ölü titrəyəndə. Onu da videoya çək. Düşmən başına. Yəni bu belə şeylər, elə şeylər danışırlar qızdan. Qız mafiyaymış. Qız əməlli başlı mafiyaymış. İnsan anasından niyə nifrət edir bu boyda? Boyda niyə nifrət edir? Yəqin ki, bir arqument gətirəcək də əvvəlində. Bilmirəm. Güllə haqqında xeyli məlumat toplamışam bu neçə gündə. TikTokda nəyə baxırsan, o tezcə çıxır sənin qabağına. Bircə şeydən dərs aldım ki, Türkiyədə demək, xalq əlbir olur, kimsənin qanı yerdə qalmır. Görsən, xalq qoymadı ki, o qızın qanı yerdə qalsın. Bizdə amma birinin başına bir iş gələndə heç kim yaxın durmur. Hamı öz canından qorxur. Ortaya bir iki adam düşür, deyir, sən müdaxilə eləmə, sən fikir söyləmə, sən qarışma, sənin başın ağrımasın. Hamı da öz canından qorxur, durur qıraqda. Görsən, bax budur, xalqın gücü, əlbirliyi budur. Gördün, qoymadı qadının qanı batsın. Allah rəhmət eləsin.